BMT-nin keçmiş baş prokuroru Luis Moreno Ocampo esas problemi müəyyən etdi. Dağlıq Qarabağ xalqını heç kim təmsil etmir. Azərbaycan əraziyə nəzarət edir, lakin onun siyasəti etnik erməni icmasına məhv etməyə yönəlib. BMT-nin soykırımı qarşısına alınması üzrə müşaviri bunu soykırımı riski kimi qiymətləndirir. Ermənistan Dağlıq Qarabağ üzrə danışıqlar apara bilməz və buna görə də Qarabağ ermənilərin təmsilçiliyə ehtiyacı var. O, İşverçə parlamentini bu məsələ ilə bağlı hərəkətə getirən İşverçə Milli Şurasının üzvü Erix Vontobeli tərəflədi. Ocampo təşəbbüsü artan parlament dəstəyini vurğuladı. İyun 2025-ci il Böyük Britaniya parlamentinin 110 üzvü İşverçə sülh təşəbbüsünü dəstəklədi. İyul 2025-ci il ABŞ Dövlət Departamenti didərgin düşmüş etnik ermənilərin geri qayıtmaq hüququnu tanıdı və Bakıda saxlanan erməni məhbusları gündəmə getirdi. Sentyabr 2025-ci Avropa İttifaqı parlament üzvləri Azərbaycanın insan haqları pozuntularını və tərəfdaşlıq uyğunluğunu sual altına addı. 20 oktyabr 2025-ci ildə Britaniya parlamenti üzvü Chris Lowe bu məsələni İşverçə rəsmiləri ilə Cenevrədə keçiriləcək Beynəlxalq Parlamentlər Birliyi toplantısında qaldırmağa söz verdi. Parlament üzvlərin gücü var və onlar bu gücdən istifadə edirlər deyə Ocampo qeyd etdi və deyib, biz irəliləyik.